Sualda deyir ki, soldakı trapeziyanın perimetri 22 cm-dir. Bu trapeziyadan söhbət gedir. Şəkildə göstərilən pərvanə dizaynını yaratmaq üçün bu trapeziyalardan 4-ü üst-üstə düşmədən birləşdirilmişdir. Pərvanənin perimetri 56 cm-dir. Trapeziyanın AB tərəfinin uzunluğu nə qədərdir? Baxırıq, ümumiyyətlə pərvanənin perimetri deyirsə, baxın, kənar tərəflərin uzunluqlarının cəmindən söhbət gedir. Yəni, bu yaşılla göstərdiyim hissələrdən. Və burada baxsaz görərsiniz ki, bura AB tərəfidirsə, deməli, burada AB-dir. Eyni zamanda bu trapeziya üçün də bura AB-dir. Yəni, bu arada qalan xətlər də AB-yə bərabərdir. İndi bizə deyir ki, şərtdə bu, belə deyək, pərvanə şəklində olan fiqurun perimetri 56-dır, amma bu trapeziya 22-dir. Əgər bu trapeziyanın perimetri 22-dirsə, burada da 4 trapeziya var. 22-ni 4-ə vuraram, eləyər 88. Yəni, 4 trapeziyanın ümumi uzunluqlarının cəmi 88-dir. Yəni, necə? Baxın, əgər bu formada bunları ayrı-ayrılıqda götürsək, bunların cəmi eləyəcək 88. Amma biz bunları ayrı-ayrılıqda götürməmişik. Biz, baxın, bu hissəni bu hissəyə birləşdirmişik, bu hissəni bura birləşdirmişik, düzdürmü? Bunu bura birləşdirmişik, bunu da bura. Burada əvvəl nə edirik? Ümumi bu fiqurun perimetri 56 idi. 88-dən 56 çıxırıq. Qalır 32. Deməli, baxın, bu narıncı ilə göstərdiyim hissələrin cəmi 32-dir. Narıncı ilə göstərdiyim hissələr 8 hissədir. 32-ni 8-ə bölürəm. Eləyir 4. Deməli, bunların hər biri 4 cm imiş. 18-ci sualda deyir ki, qutuda bir neçə konfet var. Fuad, Polad və Sevinc növbə ilə qutudan konfet götürürlər. Fuad, Polad və Sevinc. Əvvəlcə Fuad 1 konfet götürür. Sonra Polad 2 konfet götürür. Sevinc 3 konfet götürür. Və yenə Fuad 4, 5 bu qayda ilə davam edir. 7, 8, 9 belə davam edəcək. Bizə deyir ki, qutuda bu qaydanı davam etdirmək üçün kifayət qədər konfet qalmadıqda, növbəsi çatan şəxs qalan bütün konfetləri götürür. Polad cəmi 25 konfet götürübsə, Polad budur. Başlanğıcda qutuda neçə konfet var idi? İndi Poladın hal-hazırda əlində 7 plus 8, 15 konfet var. Amma deyir ki, cəmi 25 konfet götürüb. Növbəti addımı davam elətdirsək, bura 10 olacaq. Bura 11 olmalıdır. Amma 26 edir. Amma burada deyir cəmi 25 konfet. Deməli, burada qayda pozulub. 11 yox, 10 konfet götürüb. Belə çıxır ki, artıq sıralama pozulduğuna görə demək konfetlər qutarıb ki, yerdə qalan bütün konfetləri götürür. İndi buradan bizə soruşurdu ki, əvvəlcə başlanğıcda qutuda neçə konfet var idi? Rahatlıqla tapa bilərik. Görürsünüz ki, 1-dən 10-a qədər ardıcıllıqladır bütün say. 1-dən 10-a qədər ədədləri toplamaq üçün 10 vurulsun 11, bölünsün 2 düsturundan istifadə edə bilərik. İstəsəniz bir-bir toplaya da bilərsiniz. 110 bölü 2, 55 edir. Əlavə olaraq da yerdə 10 konfet qalmışdı. 55 plus 10 elədi 65. Burada cavab olacaq E variantı. 19-cu suala baxırıq. Deyir, ABCD kvadratı şəkildə göstərildiyi kimi 4 eyni boz düzbucaqlı, 4 eyni ağ düzbucaqlı və bir qara kvadrat hissələrə bölünmüşdür. Qara kvadratın tərəfinin uzunluğu 7 cm-dir. Gəlin qeyd eləyək. Bura 7-dir. Bura 7-dir. Baxın, bu hissəyə düşür. Bura 7-yə bərabərdir. Sonra deyir ki, ağ düzbucaqlıların uzun tərəfinin uzunluğu 15-dir. Əgər uzun tərəfi baxın, bura 15-dirsə, deməli, bura 8 olacaq.
Bu tərəf 7 olduğuna görə bu tərəf 8-dir. Belə çıxır ki, burada 8-dir. Burada 8 olduğuna görə demək ki, burada 8-ə bərabərdir. Və bizə sonradan deyir ki, boz düzbucaqların uzun tərəfinin uzunluğu 29-dur. Söhbət baxın, uzun tərəf buradan gedir. 29-a bərabərdir deyir. ABCD kvadratının tərəfinin uzunluğunu tapın. Əgər bura ümumilikdə 29-dursa, baxın, 7, 8 və 8 verilib. Bizə lazımdır bu kiçik hissəni tapmaq əvvəlcə. Buranı da 7 yazmışıq. İndi baxırıq ki, 8 üstə gəl 7 üstə gəl 8 bizə 23 verir. Ümumi 29 idi. 29-dan 23 çıxıram 6. Belə çıxır ki, bura 6-dır. Yəni, bu boz düzbucağının eni 6-dırsa, gətirib burada 6 yaza bilərik. Burada çünki eninə bərabərdir. İndi bizə deyirdi ki, bunun tərəfinin uzunluğu nə qədərdir? Baxın, bunların hamısının cəmini tapmalıyıq. Necə oldu? 6 üstə gəl 8, üstə gəl 7, üstə gəl 8, üstə gəl 6. Bu da bizə verir 29 üstə gəl 6, yəni 35. Cavab oldu C. Birinci sualda deyir ki, bir qrup şagirdin bir qutu alması var. Onlar almaları öz aralarında bərabər bölmək istəyirlər. Şagirdlər aşağıdakiləri qeyd edirlər. Əgər almaların sayı 80 ədəd daha çox olsaydı, hər şagirdə 4 alma daha çox düşərdi. İndi əgər 80 alma çoxalanda hərəsinə 4 alma çox düşürsə, deməli 80-i elə bir ədədə bölmüşəm ki, 4 almışam. Buradan da 80-i 4-ə bölürəm, eləyir 20. Belə çıxır ki, ümumilikdə 20 şagird var. İndi deyir ki, əgər şagirdlərin sayı 8 nəfər az olsaydı, hər şagirdə 6 alma daha çox düşərdi. 20 yox, bundan 8 nəfər az. Yəni 20 çıx 8 bərabərdir 12 nəfər olsa, 6 alma daha çox düşərdi hərəsinə. Yəni 12 vur 6 bərabərdir 72. Belə çıxır ki, bu 8 nəfərin payı 72 imiş. O zaman 72-ni 8 nəfər arasına bölürəm, eləyir 9. Deməli, ən başda hər bir şagirdə 9 alma düşürdü. Ümumilikdə 20 şagird tapmışdıq. 20 vurulsun 9 bərabərdir 180. Cavab oldu B variantı. Birinci suala baxaq. Deyir ki, bir detektiv şübhəlinin getdiyi marşrutu müəyyənləşdirməyə çalışır. Şübhəli 3 fərqli ifadə verir. Mən Nyu-Yorkdan Chicago vasitəsilə Omaha'ya getdim. Mən Nyu-Yorkdan Miami vasitəsilə Kansas City'yə getdim. Mən San Francisco'dan Miami vasitəsilə Omaha'ya getdim. Deyir, hər bir ifadədə yalnız bir yer və onun həmin ifadədəki sırası doğrudur. Şübhəlinin getdiyi marşrut hansıdır? Baxırıq birincidə deyir ki, mən Nyu-Yorkdan Chicago vasitəsilə Omaha'ya getdim. Əgər Nyu-Yorku doğru qəbul eləsək, o zaman biz Chicago'nun və Omaha'nın yanlış olduğu qərarına gəlməliyik. Bu zaman ikincidə də biz Nyu-Yorku doğru qəbul eləməliyik. Yenə də Miami'ni və Kansas City'ni səhv qəbul eləməliyik. Amma baxın, ikinci sırada verilənlərdə Miami'dən və Chicago'dan başqa variant yoxdur. Yəni biz 2-nin belə deyək, başqa əlimizdə variant qalmır. Nyu-Yorku doğru qəbul elədikdə. Deməli, Nyu-Yorkla başlamaq yanlışdır. O zaman Nyu-York olan variantları silirəm. Daha sonra marşrutun ikinci dayanacağını dedik, hara vasitəsilə hara getdiyini göstərməyə çalışırıq. Deyir, Chicago vasitəsilə Omaha'ya getdim. İndi Chicago'nu doğru qəbul eləsək, Omaha səhv olmalıdır. Miami vasitəsilə Kansas City'yə getdim və Miami vasitəsilə Omaha'ya getdim. Omaha'nı səhv qəbul eləsəm, burada da deməli, Chicago olsa, Miami hər ikisində səhv olacaq. Belə çıxır ki, burada Kansas City'yə getməlidir Chicago vasitəsilə. Və burada da San Francisco'dan başlamalıdır. Mən San Francisco'dan Chicago vasitəsilə Kansas City'yə getdim deməlidir. Yəni B olmalıdır cavab.